Assalamualaikum, kanalıma hoş geldiniz. Bu videoda ailede doğrulku bilen nan pişirişini gösterdim. 3 stakan ılık su, 1 stakan ılık süt, 1 bal qoşuq xəmir turuş, 1 bal qoşuq tuz qoyub iləşdirimiz. On stakan un qoyumuz. İləşdirib xəmirimizni yoğuruş başlayımız. Xəmirimizə azıraq yağ qoyumuz. Bundaq bolğanda xəmirimiz qol çaplaşıb qalmay, yaxşı çeyligili oldu. Xəmirimiz yoğurup bolğandan keyin çeyləşik davam qılımız. Xəmirimizni 5 minut ətraf çeylab bolğandan keyin üstünü yepib, öynənin temperaturu asasən 1 saatdən 2 saatgacha turğuzub boldurumuz. Xəmirimiz bolğandan keyin əvvəl un çəkib, xəmirimizni üzüb, əvvəl dizib alımız. Üzüb alğan xəmirimizni suval qılımız. Ən avval zuval qılğan xəmirimizdən başlap ninimizni içib rastlayımız.
Rastlap bolğan nenimizni lisimizə tızıb almız. Nanın üstünü qolumuz bilan nəmləb, yaxşı görüşümüzə əsasən küncüt və siyadan çəkimiz. ...180 gradusda nanın yüzü qızarğıca pişirimiz. Nanını 2 qəvət tızğanlığım üçün üst qəvət qızarğandan keyin 2 qəvətini almışdırıb təkrar pişirdim. Bundaq bolğanda nanın həm yüzü, həm astı yaxşı qızarıb çıxdı. Görgənlər üçün rəhmət, aman bulunlar.